birincisi biz yol hərəkəti təhlükəsizliyindən danışırıq və burada insan həyatından söhbət gedir. Azərbaycan insanının həyatından. Və biz insanlarımızı əgər itiririksə, burada poeziyadan, Monika Bellucci'dən danışmaq yox, təhlükəsizliyi qabardan elementlərdən danışmalıyıq. Əgər biz vərdişdən danışırıqsa, həmən dediyiniz o zolaqlara qədər gələn səkilərin vəziyyəti nə haldadır? Kateqoriyalara bölürüksə, bəli, azmobilli insanlarımız var. İki müharibədən çıxmış 50'lərimiz var. 50'lər özləri də bölünür. Gözü görməyənlər, hərəkət məhdudluğu olanlar, uşaqlılar, qocalar, bunları nəzərə almalıyıq. Sürəti azaldan həllərdir. Qabağa dala getmək yox. Zolağı insizləşdiririk və iki zolaqdan artıq olan küçələrimizdə, prospektlərimizdə təhlükəsizlik adacığı qorunmalıdır. Kontrast işıqlandırma olmalıdır ki, konkret olaraq həmən sahə daha yaxşı işıqlandırılsın ki, sürücü uzaq məsafədən bunu görə bilsin. Biz əgər qəzalardan danışırıq, hanı sizin qəza ocaq xəritəniz? Statistikanı göstərdiniz, səsləndirdiniz. Hansı nöqtələrdə olub bu qəzalar? Bu xəritəyə əsasən bizdən eyni nöqtədə neçə qəza olub? 2 ya 3 qəza olursa o qara nöqtədir. Orada neysə etmək lazımdır. Biz bunu heç bir şey etməmişik. Dünyanın hər yerində qəza olur. Amma qəzanın nəticəsi nədir? Maddi ziyandır. Siz dediyiniz xəritələri kimlər azlamalıdır? Aidiyyət qurumlardır. Yəni bunu... Biz dediniz, ona görə baxdım ki, yəni biz mi azlamalıyıq? Yox, buna aidiyyət qurumlar. Sadəcə burada heç bir qurumun nümayəndəsi yoxdur. Xüsusən də piyada infrastrukturuna cavabdeh qurumlar, hansı ki buna dövlət proqramı qəbul olunub. 25-30-cu illər ərzində. Yerli icra qurumları nəzərdə tutulur. Bəli, yerli icra qurumları piyada infrastrukturun qurmalıdırlar. Bəli, biz müraciət də eləyirik. Yazırlar ki, mərhələli şəkildə qurulacaq. Bu mərhələlinin əvvəli sonu hansı ayda olacaq? Arkadaşlar, baxın, siz qeyd elədiyiniz tərəflərin də biz irəliləyən dəqiqələrdə bir balaca da genişlədib toxunacağıq. İnfrastruktur və təhlükəsizlik tərəfində Rauf bəy üzr istəyirəm. Amma gəlin bir məsələdə baxaq. Dəfələrlə həmin o görüntülər də təqdim olunur ki, 2 piyada keçidi var. Təqribən arasında bir 250 metr məsafə olur. Təbii ki, bir nümunədir, amma bir nümunədə bir faciəyə gətirib çıxarır deyə biz avtomatik olaraq bu barədə danışmaq məcburiyyətindəyik. Və ikisinin arasında gənc, sadəcə olaraq, necə deyirlər, ərinir, təmbəllik edir həmin o piyada xəttinə getməyə. Könül istəyir ki, buradan keçsin və yekunda da bir sürücünün faciəsinə, özünün də faciəsinə səbəb olur. Bax, belə hallarda olur. Danışdığınız qurğunun adı xətti qurğudur. Küçədir, yoldur, bunlar xəttidir. Xətti qurğunun əvvəli və sonu olur. Bu əvvəli sonu arasında bir neçə məsafədən bir keçidlər təşkil olmalıdır. Yəni 250 metrdən bir, baxın, əgər keçid varsa bu məsafə nə qədər kiçilməlidir? Küçənizin əvvəlindən sonuna davamlı, baryersiz, səkiniz yoxdursa, siz piyadadan hər hansı davranışı gözləyəcəksiniz? Yəni bu davranış, siz avtomobildə gedəndə sizin yolunuz kəsilmir ki, kəsintisiz düz şüşə kimi yolunuz var da. Eyni ilə piyadanın da elə yolu olmalıdır, qısa keçidləri olmalıdır. Bura şəhərdir, bura magistral deyil. Qısa məsafədə küçənin bir tərəfindən digər tərəfinə rahat, təhlükəsiz, işıqlı keçidi olmalıdır. Metrələrlə getməməlidir. Maarifləndirmə hissəsinə bizim qurumlar maariflənməlidir. Özümüzdən velosiped icad etməyək. Dünyanın Vision Zero konsepsiyası var, ölüm hallarına sıfır dözümlük. İnsan səhv edə bilər. Əsas hədəf insanın səhvi nəticəsində digər insan ölməsin. Biz gəlin qəzalarla manipulyasiya etməyək. Dünyanın hər yerində qəza var. Amma say bizdə daha çoxdur. Ölüm sayı bizdə çoxdur. Bəli. Biz o ölümün olmaması üçün müvafiq infrastrukturda təkmilləşdirmə işi aparmalıyıq. Sürəti azaldılması qərarı verildi, verildi. Cərimələr artırıldı, artırıldı. Amma bu az yetərli deyil. Fiziki olaraq sürətli sürməmək üçün şəhər daxilində əlavə infrastruktur qurulmalıdır. Və zolaq ensizləşdirilməsi şəhərin bir hissəsində olundusa, bu bütün şəhərin daxilinə tətbiq olunmalıdır. Bu həm kanallaşmanı təmin edir, həmçinin də svetofor deyiriksə, bayaq sual verdiniz. Piyada ümumiyyətlə neçə dəqiqə gözləməlidir? Yəni svetoforun fazaları var, yolun uzunluğu 1,2 təqribi 1,3 saniyə götürülür və azmobilləri nəzərə alınaraq vurulur 5 saniyə. Mən çəkdiyim nümunədə 30 saniyədir. 30 saniyə olmalıdır. Bizim svetoforlar neçə saniyədir? Məncə bölgəyə görə, yerinə görə dəyişir. Çox dəyişir. Çox dəyişir və piyada uzun zaman dayananda svetoforda artıq
Hövsələsi Uzun də zaman dedikdə, yəni müşahidələriniz hansı rəqəmi deyir? 3 dəqiqədən çox, 4-5 dəqiqədə olan yerlər var. Və bu da səbəb olur növbəti, deyək ki, addımlara. Digər məsələ deyirsiniz ki, piyadanın vərdişləri və yaxud Azərbaycan insanı dünyanın digər hissəsində nədənsə olan infrastrukturla hərəkət edir. Necə olur ki, burada biz bunu deyirik ki, düz Bir qədər əvvəl İsraf belə qeyd elədi ki, biz Avropaya, yəni bizim insanımız Avropaya gedəndə, işıqforda qırmızı görəndə dayanır. Yol boş olsa da. Çünki ictimai qınaqdan çəkinir. Amma bizdə yolu boş görür, nə olsun qırmızıdır, mən bu yolu keçirəm qənaətinə gəlir, belə bir nəticə çıxarır. O nümunəni qeyd edirdiniz. O analogiyaları aparanda oradakı infrastrukturu da biz gətirin, müqayisə edək. Onların səkiləri... Yox, bu nümunə ilə razılaşırsınızmı? İsrafil bəy nümunəsi idi bu. O nümunə ilə razıyam ki, Azərbaycan insanında biz çox da problem axtarmayaq. Biz bu vərdişi, əgər biz küçələrimizi son 15 ildə hibridləşdirib, sürətli yola çevirmişiksə, bundan fəsadı olacaq və bu fəsadı da biz yaşayırıq. Amma Əzizə xanım, qeyd edir, sizə cəmiyyət diktə edirsə, biz ona uyğunlaşmalıyıq. Cəmiyyət avtobus zolaqlarında da heç daxı müsbət yanaşmırdı. Düzdürmü? Dəfələrlə biz Rauf bəylə də bu barədə danışmışıq. Amma qaydalar və yaxud da qanunlar cəmiyyəti də bir nizama gətirmək üçün deyilmi, Akil bəy? Bir qədər əvvəl Toğrul Nəsirli ilə, Dövlət Yol Polisinin əməkdaşı ilə də biz səs yazısında dinlədik. Qeyd elədik ki, müşahidələr və rəqəmlər onu göstərir ki, yaşanan bədbəxt hadisələrin, piyadalarla yaşanan bədbəxt hadisələrin bir çoxu həmin o piyada keçidlərinə yaxın ərazilərdədir. Həm yerüstü, həm də yeraltı. Bu özü də məhz piyada maarifləndirilməsi məsələsini ciddi əhəmiyyət gətirmir. Yəni biz daha çox İşləməyəcək sizin piyada maarifləndirməniz. Müəssər deyil keçidləriniz. Niyə başa düşmək istəmirsiniz? Keçmək mümkün deyildi. Yerüstü keçidi keçirmək mümkün. Nə yerüstü, nə yeraltı şəhər mühitində ümumiyyətlə ləğv olunmalıdır. Hətta mərkəzi hissələrdə. Mən çox üzr istəyirəm. Siz niyə bunu qəbul edə bilmirsiniz ki, insan sağlam olmaya bilər, insanın yükü ola bilər, insan uşaqlı ola bilər? Niyə bunu dərk eləməyə bu qədər çətinlik çəkirik? Niyə zebrada saxlayan sürücünün mədəniyyətindən danışmırıq? Niyə səkiləri zəbt edən sürücülərin mədəniyyətindən danışmırıq? Niyə onun cəriməsini danışmırıq? Yeri gəlmişkən biz sürücü mədəniyyətindən danışmışıq Rauf bəy. Yox, bu məsələnin bir hissəsidir. Piyada əgər yolu zəbt olunursa, zebrasında maşın park edibsə, səkisində park edibsə, hansı mədəniyyətdən danışırıq? Buyurun. Orada ümumiyyətlə piyada keçidi olmalıdırmı, yeraltı keçid? Şəhərin göbəyidir. Hə də o da ondan da razıyam, bəli. Yəni şəhərin mərkəzində ümumiyyətlə müxtəlif səviyyəli keçidlər ləğv olunmalıdır. Parka giriş yerin altından olmamalıdır. Yəni yerin üstündə svetofor var, Rəşid Beybutov Füzuli kəsişməsi, Rəşid Beybutov Bülbüllə Füzuli küçəsinin kəsişməsi və hansı məntiqlə orada yeraltı keçid tikilir? Qış parkı deyirik. Qış parkına giriş, parka giriş yerin altındandır. Yəni bu şəhərin mərkəzidir. Bu belə olmur. Rauf bəy, mən istədim ki, bu piyada təhlükəsizliyi mövzusunda sizin təkliflərinizi bənd-bənd sadalayasınız və nələr təklif edirsiniz? Şəhərimiz həm inklüziv olsun, eyni zamanda piyadaların iştirakı olan qəzaların sayı azalsın, ölüm sayı demək olar ki, minimuma ensin, yaşanmasın. Bunun üçün siz nələr təklif edirsiniz? Təklif deyəndə burada yenə də dünyanın aparıcı dövlətlərinin, aparıcı təşkilatlarının yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi bir proqramları var. Bizim bəzi qurumlar orada iştirak edir. Qəza ocaqlarının xəritəsi çıxmalıdır. O ocaqların statistikası çıxmalıdır, koordinatlı. Harda baş verir bu qəza, neçə dəfə baş veribsə. Və ondan sonraki bizim bu deyək ki, notebook'u açıb göstərməklə məsələ bitmir. Yəni bu həll yolu deyil, bir mənalı. Həll yolu yerində, həmən yerdə infrastruktur həllidir. Yəni siz sürəti azaldan həllər tətbiq etməlisiniz. İşıqlandırma ilə bağlı vəziyyətimiz bərbaddır. Sürət həddinin endirilməsini dediniz. Sürət həddinin fiziki olaraq endirilməsi. Yəni nişan olaraq qoyulub, cərimə olaraq qoyulub, amma fiziki olaraq bunun mümkünsüz olmaması üçün hər hansı qəzaya təsir edən həllər olmalıdır. İşıqlandırma məsələsində genişləndirir. İşıqlandırma məsələsi, ümumiyyətlə işıqlandırmaya kim baxır, hansı qurum baxır? Bu da böyük bir sualdır. Piyada infrastrukturu küçə boyu Bakı şəhərində 300 metrə, ən kiçik küçəmizdə, ən böyük prospektimiz 10 kilometrdir. Boya-boy baryersiz bizim səkimiz yoxdur. Bu səkilər olandan sonra bununla paralel qısa keçidlər, zebralar təmin olunmalıdır və qeyd etdiyim təhlükəsizlik adacığı və işıqlandırma ilə paralel olaraq